quruculuğunda sürətlənmə baş verdi və orduya xüsusi peşəkar zabitlər dəvət olundu Ulu Öndərimizin rəhbərliyi ilə. Ondan sonra artıq könüllü batalyonlar olsun, müxtəlif ordular, hansı ki, onlar müxtəlif birləşmələrdə birləşib döyüşürdülər. Birləşildi Müdafiə Nazirinin tərkibində, vahid komandanlıqda. Ondan sonra ordu quruculuğu öz sözünü dedi və həmin dövrdə biz Qoradiz əməliyyatının alınmasında da iştirak elədik. Qoradiz əməliyyatı çox uğurlu həyata keçirildi Ulu Öndərin rəhbərliyi ilə. Və artıq həmin dövrdə yenə deyirəm, çox çətin idi. Müstəqillik yenidən əldə olunmuşdu. Sağımız, solumuz hər biri müəyyən qüvvələr tərəfindən müxtəlif hakimiyyətə qarşı ajotaj məqsədli şəkildə işlər aparırdılar. Və Ulu Öndərimiz gələndən sonra atəşkəs elan olundu və ondan sonra artıq Azərbaycanda başlandı iqtisadi dilçəlişə, meyillilik, güclənməyə, ordu quruculuğunda, ümumiyyətlə müxtəlif sahələrdə artıq başlandı irəliləyiş. Təbiidir ki, onun bariz nəticəsi olaraq, nümunəsi olaraq mübarizlər yetişdi. Mübarizlərin ruhunda da ordumuzda qəhrəman, hansı ki, şəhid olan, döyüşən gənclərimiz yetişdi və nəticə olaraq Ulu Öndər siyasəti və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi şəhidlərimizin, qazilərimizin, müharibə veteranlarımızın canı qanı bahasına torpaqlarımız işğaldan azad olundu və bu günləri xüsusi qeyd eləməliyəm ki, onu Natiq və Natiqin şəxsində nə qədər ki, dünyasını dəyişən, yaşayan insanlarımız, qəhrəman qardaşlarımız var ki, artıq onların gedənlər hər birinin ruhu şaddır. Çünki Natiq kimi oğlanlar hər biri o arada əziyyət çəkiblər və bu günləri əziyyətin nəticəsi olaraq bugün Qarabağ azaddır. Bugün orada müxtəlif abadlıq işləri gedir. Təbii ki, bu bizi sevindirir. Sevindirir ki, təməli Ulu Öndər tərəfindən qoyulan və Müzəffər Ali Baş Komandanımız tərəfindən həyata keçirilən, davam etdirilən bu siyasətin nəticəsi olaraq qəhrəman şəhidlərimiz, qazilərimiz, döyüşən qardaşlarımızın canı qanı bahasına torpaqlarımızda iş gedir və bu da bizi sevindirir. Və mən bir sözü də deyim ki, bu günləri Zeynəb balamızın, Həsən balamızın ürəkləri fəxr eləyə bilərlər ki, ataları o döyüşlərdə qəhrəmanlıq nümunəsi göstəriblər və atalarının o ərazilərdə izi var. O döyüşlərdə, o torpaqların alınmasında xüsusi iz var. Bir məsələni də deyim ki, istər Həsən olsun, istər Zeynəb balamız olsun, harada olmağından asılı olmayaraq, hansı kollektivdə olmağından asılı olmayaraq, harada yaşamağından asılı olmayaraq, fəxr eləyə bilərlər ki, Natiq kimi ataları var. Natiq kimi ataları var. Əlbəttə elədir. Allah sizə can sağlığı versin qızım. Çox sağ ol. Dərus, ətraflı məlumat verdiyiniz üçün təşəkkür edirəm. Mən istərdim ki, elə bugün belə deyək, Hüseynov Natiqin həyat yoldaşı və bugünkü gündə onların ocağında olmağı da özümüzə borc bildik. İstərdik ki, elə dilindən bir iki kəlmə istəyək. Salamlayırıq sizi, var olasınız deyirik. İki övlad həqiqətən Natiqdən sonra belə deyək, bir səbirli olaraq iki övladı böyüdüsən ki, Natiqin ruhu şad olsun. Siz həqiqətən də belə deyək, dəyərli bir ailənin sahibisiniz. Bu günlərin biz Natiq qardaşımızın da ruhu şad olsun deyirik. Hər zaman qəbirstanlığa, məzarlığa gedəndə biz Natiqi də yaddan çıxartmırıq, çəkiliş edib paylaşırıq. İstərdik ki, yoldaş haqqında qısa da olsa ətraflı, belə deyim də, necə həyat yoldaşı olub, necə bu günləri... Mənim üçün dəyərli. Buyur. Mənim üçün dəyərli olub. İndi o elə bir necə başsız qalmış orada. Allah etədi, başsız eləməsin. Çox çətin. Mən üçün çox çətindir. Vətənin sevdiyi kimi ailəsini də elə sevirdi. Bəli, bəli. Yəni bugünkü gündə Natiqin adı gələndə dərhal sizin ürəyinizdə bir sızıltı gəlir ki, yəni Natiq elə bir həyat yoldaşı olub ki, ailəsini sevdiyi kimi vətənini də sevib, vətənin sevdiyi kimi də ailəsini sevib. Həmişə çox istəyirdi, uşaqlarımı da çox istəyirdi. Allah ruhun şad eləsin, ruhu həmişə şad olar ki, çünki siz onun, belə deyim, bugün övladların başa çatdırır, hərəsini yerbəyer eləyəndə onun da ruhu bugün şad olar. Onun oğlu Həsən, biz salamlayırıq. Həsən həqiqətən, mən izləyirəm Həsəni. Həsən də hər zaman mənim canlıma girir. Yəni, Həsən neçə yaşın var? 16. Həsən neçədə oxuyursan? 10-da. Sən yəni, özlüyündə bilirsən ki, sənin aton 44 günlükdə də, bax, vətən uğruda canından keçən qazilərimiz kimi
Birinci Qarabağ müharibəsində də sənin aton bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verib və onun fəsadları olaraq Bəhruz müəllim bir söz işlətdi ki, yəni bu yaşadığı həyatda dünyasının dəyişməyin səbəbi də orada aldığı fəsadlardan əmələ gəldi. Bu gün sənin aton həqiqətən igid, şücaət göstərən igidlərdən olub. Bir şücaət göstərən igidin oğlu kimi sizdə bir kəlmə deməyə haqqınız var. Buyur. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Amin. Allah heç bir evdə atasız eləməsin. Amin. Allah sizi var eləsin. İnşallah atasız deyəndə atasız olsun da bugün sənin aton qoyduğu iz, qoyduğu, etdiyi şücaəti bax bugün Bəhruz və onun simasında gəlib sənin qapınızı ziyarət edirlər ki, ona görə çünki sənin aton 1-ci Qarabağ müharibəsində sinəsini qarşıya verən igidlərdən olur. Var olasan Allah anon səndən xeyir götürsün. Sən də istəyərəm ki, gələcəkdə bir təhsil belə deyim, hansısa bir sənətin sahibi olub aton adını ucaldasan deyərəm. İnşallah. Və qızımız Zeynəb xanımı salamlayıram. Mən elə onun üzünə baxanda hiss olunur ki, o gələcəyin bir sənət sahibi, ya doktor, ya belə deyim, müəllimə, ya axır ki də bir sənətin sahibi olmağı ilə üzündən hiss olunur. Atasının adın ucalarda tutması bir qızı həqiqətən bir qızın da üzərinə bir övlad olaraq düşür. Zeynəbin öz dilindən eşitmək bizim üçün də xoş olar. Buyur Zeynəb. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Amin. Atam da yaşayır. Allah sizlərə səbir versin. Və bu günləri yenə deyirəm, ətraflı nəzərinizə çatdırırıq. 1-ci Qarabağ müharibəsinin Hüseyn Natiq 1-ci Qarabağda bədənin müəyyən hissəsini qurban verdi. Ancaq fəsadlara görə və müəyyən səbəblərdən biz belə deyək, dünyasını dəyişdi. Allah ruhunu şad eləsin deyirik. Və bu gün də özümüzə borc bildik. Bayram ayı olduğu üçün gələk bu ailəni də yad edək, yanında olaq. Və biz də özümüzə borc bildik kimi gəldik, iştirak etdik. Allah ruhunu şad eləsin bacım. Bu ailə də həqiqətən qəhrəman bir ailədir. Bəhruz, sonda nəsə fikirlərin varsa buyur. Mən yenə deyirəm, evin böyüyü atadır. Bacım bir söz dedi, başsız qaldı. Biz nə qədər danışsaq da, biz nə qədər desək də, bu ailənin çəkdiyin bir ailə özü bilir. Ailədə işte orada da valideyn şəhid olub, vətən olduğun onu yaşayanlar bilir. Mən valla sözün bitdiyi yerdə ancaq bir söz deyə bilərəm. Allahın nəzəri daim sizin üstünüzdə olsun. Amin. Zeynəb balamızın, istər Həsən balamızın, bacım sizin üstünüzdə olsun. Çox çətindir. Ailə başçının evdə olmaması, dünyadan köçməyə, həyatdan getməyə çox çətindir. Sadəcə bir şey deyərəm ki, Allah sizə səbir versin. Amin. Allah sizə can sağlığı versin. Və mən hesab edirəm ki, Həsən balamızla, Zeynəb balamızla böyüyəcək, harada işləməyindən, harada fəaliyyət göstərməyindən asılı olmayaraq həmişə ataları ilə fəxr edəcəklər. İstər Həsən balam, istər Zeynəb balam. Həmişə qürurlu olun, həmişə göz açıq olun, mərd olun. Həmişə belə deyək, özünüzdə olun. Onun bir yolu var. Natiqin ruhu bayaq dedim, daim bu evdədir. Daimi sizi izləyir, ailə olaraq, övlad olaraq. Allah sizə səbir versin. Amin. Allah rəhmət versin. Çox sağ olun, var olun. Allah cəmi şəhidlərimizin ruhunu şad, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı və əsgərindən zabitinə kimi sürəyli bayraq altında bizi qoruyan hərbçilərimizə Allah qorusun. Var olun.